İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı İslam İnqilabının qələbəsinin növbəti ildönümü münasibəti ilə rəsmi qəbul təşkil edib. Fairmont Bakı otelində keçirilən tədbirdə baş nazirin müavini Şahin Mustafayev, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Müçtəba Dəmirçulin, Milli Məclisin deputatları və müxtəlif ölkələrin diplomatik nümayəndələrinin əməkdaşları iştirak ediblər. Tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni, daha sonra İran İslam Respublikasının himni səsləndirilib. Tədbirdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Müçtəba Dəmirçulin, İran İslam Respublikasının Milli Günü münasibəti ilə təşkil olunmuş bu mərasimdə dəyərli qonaqları salamlamaqdan böyük şərəf və qürur hissi duyduğunu vurğulayıb. 47 il əvvəl 1979-cu il fevralın 11-də İmam Xomeyni rəhbərliyi ilə İran xalqının inqilabı parlaq qələbə qazandı. 2 ay sonra keçirilmiş ümumxalq referendumu nəticəsində İslam dininin ali dəyərlərinə əsaslanan demokratik idarəetmə modeli İslam Respublikası irsi və avtoritet monarxiya rejimini əvəz etdi. Bununla da İran dövləti minilliklərə söykənən zəngin tarixdə yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Baş nazirin müavini Şahin Mustafayev çıxışı zamanı bildirib ki, bu əlaqələrin formalaşmasında və dinamik inkişafında hər ilk ölkə prezidentinin nümayiş etdirdiyi siyasi iradə həlledici rol oynayır. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər, dövlət başçıları arasında aparılan mütəmadi və səmərəli dialoq, ikitərəfli münasibətlərin dərinləşməsinə, əməkdaşlıq gündəliyinin genişlənməsində mühüm təkan vermişdi. Rəsmi çıxışlardan sonra video çax nümayiş etdirilib. Daha sonra qonaqlar səmimi bir söhbətdə gecəni davam etdiriblər. Banuçek Hüseynli, Rəsul İsayev, Səs TV xəbər.